Smolny'da Heydər Əliyev Fondunun Moskva nümayəndəliyinin rəhbəri Leyla Əliyevanı Sankt-Peterburqa səfərə gəlməsi münasibətilə salamlayan qubernator Valentina Matviyenko əsasını ümumi liderimiz Heydər Əliyevin qoyduğu və Prezident İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilən əlaqələrimizin son illərdəki inkişaf tempindən bəhs etdi. O, Heydər Əliyev Fondunun və xüsusilə Fondun Rusiya nümayəndəliyinin fəaliyyətini yüksək qiymətləndirdi. Fondla sıx əməkdaşlıq etməkdə maraqlı olduqlarını bildirdi. Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri Leyla Əliyeva qəbula görə təşəkkürlərini çatdırdı. O, UNESCO və İSESCO-nun xoş məramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın rəhbərliyi altında fondun yarandığı gündən gördüyü işlər barədə qubernatora geniş məlumat verdi. Leyla Əliyeva Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin yaradılmasından sonra gördükləri işlər barədə də ətraflı söhbət açdı. Rusiyanın regionları, o cümlədən Sankt-Peterburqla sıx əməkdaşlıqda olduqlarını çatdırdı. Görüşün sonunda qarşılıqlı hədiyyələr təqdim olundu. Sonra Leyla Əliyeva Rusiya Milli Kitabxanasına gəldi. Burada onu kitabxananın rəhbəri Vladimir Zaysev, Piterdəki Azərbaycan diasporasının nümayəndələri qarşıladılar. Buradaca çıxış edən Vladimir Zaysev, Leyla Əliyeva və səfir Polad Bülbüloğlu elmi mədəni əməkdaşlığımızdan bəhs etdilər. Vladimir Zaysev fonda kitabxanaya hədiyyə olunan kitablara görə təşəkkür etdi. Heydər Əliyev Fondu və Rusiya Milli Kitabxanası arasında müqavilə imzalandı. Azərbaycan kitablarından ibarət stendin rəmzi açılış mərasimi oldu. Sonra Leyla Əliyeva kitabxananı gəzdi. Azərbaycanın qədim tarixinə aid kitab stendi ilə tanış oldu. Rusiya jurnalistlərinə müsahibə verdi. Sankt-Peterburg mərkəzi konsert salonunda Azərbaycan və Rusiya incəsənət ustalarının iştirakı ilə konsert keçirilir. Bu tədbirdə Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri Leyla Əliyeva çıxış edərək gənclərimizi Azərbaycan Gəncləri Günü münasibəti ilə təbrik etdi. Сегодня перед нами, азербайджанской молодежи, проживающей в России, стоит важная задача еще больше укреплять эти отношения и достойно представлять нашу Родину. Дорогие друзья, я еще раз хочу поблагодарить всех, кто помог организовать это мероприятие и кто нашел время и проводит его сегодня вместе с нами. Я надеюсь, вам понравится наш концерт, вы получите удовольствие. А самое главное, сегодня, 2 февраля, День азербайджанской молодежи. Я хочу поздравить всех с этим замечательным, добрым и молодым праздником. Спасибо. Sankt-Peterburqun vitse-qubernatoru Sergey Tarasov, səfir Polad Bülbüloğlu da mərasimdə çıxış etdilər və gənclərimizə öz təbriklərini çatdırdılar. Envar Məmmədli, Xəbərlər proqramı üçün Rusiyanın şimal paytaxtı Sankt-Peterburqdan.